Ukrayna və NATO müttəfiqləri Putinə etibar edə bilərmi? NATO'nun baş katibi Mark Rutte Azadlıq Radiosu'nun müsahibəsində bu və digər suallara cavab verib. Bilirsiniz, Putin Krımı işğal eləyənə qədər mən Niderlandın baş naziri olduğum vaxtlarda onunla işləyirdim. Mən artıq o adamı anlamağa çalışmağı dayandırmışam. Amma ümumilikdə ruslar və xüsusən də Putin haqqında bir şey bilirəm. Nəyisə razılaşdıranda əmin olmalısınız ki, bu onun maraqlarına uyğundur. Ona görə də Ukrayna ilə bağlı sülh sazişi nə zaman əldə edilərsə, onun bir daha sazişi pozmağa cəhd etməməsi çox vacibdir. O bilsə ki, uzun müddətli atəşkəsdən və ya ən yaxşısı sülh sazişindən sonra yenidən Ukraynaya hücum eləyərsə, nəticələri onun üçün dağıdıcı olacaq, buna bir daha cəhd etməz. Mark Rutte ABŞ və Ukraynanın noyabrın 23-də ABŞ-ın sülh təklifi ətrafında aparılan Cenevrə danışıqlarının uğurlu keçdiyini, amma 28 bəndlik sülh planının bəzi elementlərinin gerçək müzakirəsinin labid olduğunu deyib. Bir çox müttəfiqlərin xüsusən də Ukrayna qoşunlarının azaldılması və ərazilərinin bir hissəsini verməsi ilə bağlı narahatlığını bölüşürsünüzmü? Bizim mövqeyimiz tamamilə aydındır və bu məqamda mən Amerika prezidenti Donald Trump'ın fevraldan bəri üzərində işlədiyi və vacib saydığı son nəticəyə dair vizyonunu rəhbər tutardım. Son nəticə Rusiyanın bir daha heç vaxt hücum eləməyəcəyi, güclü dövlət və irəliyə addımlayan suveren Ukrayna olmalıdır. Hamımızın nail olmağa çalışdığı budur. Katib Ukraynanın gələcəkdə NATOya üzvlüyünü istisna etməyib, lakin hazırda bu məsələnin gündəmdə olmadığını deyib. Müsahibənin geniş variantını Azadlıq Radiosu'nun veb səhifəsindən oxuya bilərsiniz.